Salam əziz dostlar, xoş gördük. Bugün dünyada baş verən hadisələr əsasən iki nöqtədə cəmlənib. Yaxın Şərqdə, bir də Ukraynada, Avropanın mərkəzində demək olar ki, çoxları Üçüncü Dünya müharibəsindən danışır, dünyadakı böhrandan danışır. Aydındır ki, belə bir böhran var. Amma bugün biz biraz başqa bir məntəqəni seçəcəyik, çox vacib mi? Köhnə dünyanı. Avropada nələr baş verir? Bu barədə söhbətimiz Norveçdə yaşayan Doktor Hacı Hacıyevlə olacaq. Hacı salamlar. Xoş gördük. Salam, salam, salamlayıram. Maestro sizi də, Xoş gördük. sizin auditoriyanı da xoş gördük. Hacı, əlbəttə hazırda dünyada bir neçə qaynar nöqtə var. Orada insanlar həlak olur, qan tökülür, aydındır. Amma bu məsələlərin kökü yenə də gəlir çıxır köhnə dünyada, bizim bu kontinentdə, Avropa qitəsində baş verən dərin krizisə. 1945-ci ildə sonuncu dəfə nöqtə qoyuldu və ondan sonra dedilər bir daha olmayacaq. Potsdam dünyası yarandı. Ondan sonra da çox mürəkkəb proseslər keçirdi qitədə. Sonra isə qismən sanki belə bir highway yoluna çıxıldı. Hətta 90-cı illərdə məqalələr yazıldı ki, liberalizm artıq son bir dalandır. Bütün bəşəriyyət gəlib o liberal dünyaya çıxacaq və növbəti cənnət elan olunmuşdu da. Kommunizm cənnəti var idi, ondan sonra dində cənnət elan olunurdu. Burada da bu liberal cənnət idi də. Yəni istənilən halda, yəni ola bilsin sona qədər başa düşmürdük. Yəni növbəti bir belə bir əfsanə, əsatir idi. Amma əsası da var idi. Avropada kifayət qədər böyük illər stabil, düzdür, kolliziyalar olurdu, Rote Armee, üsyanlıq, hansısa bir məsələlər, 68-ci ildə Paris üsyanı, bir çox məsələlər oldu. Amma bunlar böyük qan tökülmədən, böyük dəhşətli müharibə olmadan, yəni keçilmiş 80 il kifayət qədər böyük bir zamandır da, yəni böyük zamandır. Avropa qitəsində heç bir zaman 80 il sülh, stabillik olmamışdı. İndi əsasən də indi Covid-dən sonrakı dövrü deyək. Son 3 ili biz çalışaq bir qədər mümkün olan qədər əlbəttə təhlil eləyək. Ukrayna müharibəsi başlayandan sonra Avropada krizis başlayıb. Yəni, biz bunu görürük də, yaşayan kimi, burada yaşayan insan kimi. Avropanın ən belə deyək də sosial cəhətdən stabil, belə mülayim rejimli ölkələri, Skandinaviya ölkələrinə aid edilir ki, sən də onların birində yaşayırsan, uzun illərdir artıq. Səhv eləmirəmsə 10 ilə yaxındır da, hə, Hacı? Norveç. Bəli, bəli, 9-cu il. Sən Norveç mühitinə biraz bələdsən, Skandinaviyada bələdsən. Nələr baş verdi orada Ukrayna krizisindən sonra? Biraz bundan danış, oradan da başlayaq biz söhbətimizə. Buyur. E, Bəli, burada əlbəttə ki, bütün Avropada olduğu kimi Skandinaviya üçün də mən də Norveçdə yaşayıram, Norveç adına deyə bilərəm, amma yuxarı aşağı elə bütün Skandinaviyaya aid eləmək olar bunu. Şok idi bu, şok Hı idi. hı. Xüsusən bu şoku yaşayırdı əlbəttə ki, Finlandiya ilə İsveç NATO üzvü olmayaraq. Hı hı. Çünki onların sanki belə bir heç vaxt mümkün olmayacaq bir şey baş vermişdi, bir krizis baş vermişdi, böhran baş vermişdi. Amma eyni zamanda da bir növ bu ictimai deməyək, siyasi bir müqavilə pozulmuşdu. Çünki onların ə, bu neytral qalması, tərəfsizliyinin şərtləndirən əsas səbəblərdən biri Rusiya təhlükəsinin olmaması idi. İstəyir Finlandiya məşhur Fin müharibəsindən sonra, Əlbəttə. istəyir yüz illərlə deməli Əl-Poltava vuruşundan sonra bitərəflik yolunu tutmuş İsveç, bunlar oradan çıxış eləyirdilər ki, yəni Rusiya bizim üçün təhlükə olmayacaq. Rusiya bizim üçün qonşu olacaq. Rusiya bizim üçün əlbəttə rəqib ola bilər, amma təhlükə olmayacaq. Amma bu Ukrayna intervensiyası bütün bu paradigmaların üstündən böyük bir xətt çəkdi. Və əlbəttə ki, həm Finlandiyanın, həm İsveçin təcili şəkildə NATO-ya qoşulması həmən o şokun, həmən o qorxunun
bilavasitə nəticəsi idi. Çünki düzdür, NATO sonradan heç də hər şeyə qadir olmadığını göstərdi nəticədə, amma istər-istəmən yer gəlmişkən bununla bağlı Norveç demək istəyirəm. Xatırlayırsa bizim izləyicilər müharibə başlayan zaman NATO'nun baş katibi Norveçli Stoltenberg idi. O indi Əlbəttə. Norveç hökumətində təmsil olunur, nazirdir, maliyyə naziri və o kifayət qədər məşhur insandır, həm Norveç Əlbəttə. çapında, həm beynəlxalq formatda və mən onun ilk reaksiyaları mən xatırlayıram. İş orasındadır ki, onda o artıq kadensiyasını bitirmək üzrə idi NATO'nun baş katibi olaraq və artıq onun üçün burada bir vəzifə də hazır idi. Norveç Milli Bankının deməli sədri vəzifəsi. Orada seçkilər keçirilmişdi və səs çoxluğu ilə Stoltenbergin namizədliyi təsdiqlənmişdi. Artıq o kadensiyasını bitirib Norveçə deməli Milli Banka sədrliyə gələcəkdi. Və bu ərəfədə Ukrayna müharibəsi başlayır. Rusiyanın deməli Ukraynaya hərbi aqressiyası və həmin an Norveçdə bütün planlar dəyişir. Milli Bankın sədri vəzifəsinə ikinci yeri tutmuş adamı təyin edirlər. Stoltenbergi isə NATO'nun baş katibliyində saxlayırlar. Bu həm Norveçin milli təhlükəsizliyi baxımından vacib idi, həm də ümumiyyətlə daha beynəlxalq aləmdə və bu xüsusən də bu vəzifədə təcrübəli bir adama ehtiyac var idi həmin dövrdə. Beləliklə Stoltenbergin baş katibliyi uzadılır. Həmən mənim yadımdadır, NATO'nun deməli Norveçdə planlı idi, səhv eləmirəmsə, amma hər halda hərbi təlimləri keçirilir. Həmən elə Ukrayna ilə müharibə başlayan günlərdə bir neçə gün içində 30 minlik bir kontingent, NATO kontingenti gəlir bura Norveçə və burada təlimlər keçirilir. Ondan bir müddət sonra da onlar burada qalırlar. Elə bil ki, sol flanqı, şimal flanqını qorumaq üçün. Çünki bu hadisə həqiqətən də çox bir kataklizm, siyasi bir Əlbəttə. kataklizm Avropa üçün şok idi. Düzdür, gözlənilməz deyildi, gözlənilirdi. Əslində Bu heç kim inanmırdı hacı. Valla hamı yazırdı amma ki bu inanmırdılar. ki Yəni ehtimal manevrdir. var idi. Hə. Amma inam yox idi ki, Heç kim yəni inanmırdı buna. Heç kim hə, inanmırdı. necə Ola bilər necə belə yazmışdı bəzi adamlar, hamı da onlara şey kimi, marginal kimi baxırdı. Hamı da deyirdi ki bu şeydir. Yəni bir dəfə zarafatla yadımdadır, zarafatla amma mən də inanmırdım, boynuma alıram. Zarafatla yazmışdım ki, Çexovun təbirincə desək, birinci aktda tüfəngi asıblarsa, sonuncu aktda açılmalıdır. Amma o biraz belə bir də zarafat da deyil, belə mövzularda zarafat olmur, amma elə belə bədii bir allegoriya idi. Heç kim inanmırdı. Yəni böyük mənada 90%, 99% də, hə? Yəni Norveçdə də elə baxmayaraq ki, imiş hər şey yəqin. göz qabağında idi. Bəli. Rusiya qoşunları sərhəddə neçə vaxt toplanırdı. Yəni elə belə olmur bunlar. Hətta deməli Amerika xüsusi xidmət orqanlarının məlumatına görə ki, bunu Biden də o vaxt bir neçə dəfə dilə gətirirdi. Hətta konkret tarixlər söylənilirdi ki, nə zaman başlayacaq hücum. Yenə də hamı düşünürdü ki, hətta nəinki Avropada, Ukraynanın özündə xatırlayırsansa Maestro, Zelenski çıxıb deyirdi ki, bəsdirin qorxutdunuz bizim Ha? cəmaatı, heç hücum falan olmayacaq. Bu Yo, heç sadəcə kim inanmırdı. Ciddidən heç kim inanmırdı axıra kimi. qorxudurlar, bizim investorları qorxutmayın. Bizim investorları qorxudursunuz. Belə Amerikanlara qarşı belə bir tavırla çıxıb çıxış edirdi. Mənim çox gözəl yadımdadır bu, amma olan oldu, baş verən baş verdi və bu təbii ki Avropanı çox ciddi şəkildə silkələdi. Bir də birinci günlərində bu intervensiyanın çox intensiv gedirdi hadisələr. Çox Çox, qısa bir çox. zamanda oradan deməli Krım tərəfdən girdilər. Qara Dəniz sahili
Şərq sahili demək olar ki, tutuldu. Mariupol dirəniş göstərdi. Sonda onu da tutdular. Artıq Qastomelə desant enirdi. Artıq Kiyevdə Kiyevin barikadalar ağzında dava quruldu. gedirdi. Əlbəttə. İçində bəli, içində qruplar var idi, deyiləndə qruplar girirdi. Kiyevin içində barikadalar qurulmuşdu. Əlbəttə. Yəni artıq ora çatırdı artilleriya filan fəsman. Qastomelin götürülməsi mənə elə gəlir ki, artıq həlledici bir mərhələ olacaq. Əgər Qastomel hava limanı götürülsəydi bitirdi məsələ. Qastomeli götürə bilmədilər. Orada Ondan sonra ilişdilər, hə. Orada çox hə, ağır bir məğlubiyyətə uğradılar orada. sonra da İstanbul danışıqları, geri çəkilmələr, düzdür, orada təkcə bu xoş məram nümayişi deyildi, həm də sırf logistik, hərbi problemlər var, amma hər halda geri çəkildilər və bu konflikt daha az intensivli bir fazaya keçdi və İlk sonra da aylar, Hacı, ilk aylar qeyd elədin, bizdə Almaniyada da bizdə çox böyük təlaş başlamışdı. Mən yaxşı yadımdadır. Mart ayında artıq bizim hamımıza SMS gəldi. Mənim telefonuma dövlət tərəfindən SMS göndərildi ki, hörmətli vətəndaşlar, panikasız diqqətə alın ki, hər bir adamın evində 10 günlük ərzaq ehtiyatı olmalıdır. Nə bilim, hətta yazır 1 kilo makaron, nə bilim, yəni kartof, yağ, nə bilim nə. Sonra bizdə qəflətən qiymətlər bu müxtəlif yağlara qiymətləri çox belə əvvəl 1,79 filan civarında olan yağlar oldu 6 evro, sonra 8 evro. Ümumiyyətlə də tapılmırdı. İstənilən yağ, günəbaxan yağı, zeytun yağı, yağın istənilən növü yoxa çıxdı. Hətta sonra bir qayda qoydular ki, cəmi bir şüşə ala bilərsən o yağdan. Böyük ailələr də gəlirdi, miqrantlar falanlar. Böyük ailə gəlir, balaca uşaqların əlinə yağlar verir. 8 şüşə alırlar birdən-birə, misal üçün də. Sonra isə yadımdadır, aprel ayında belə bir söhbət çıxdı ki, 45-ci ildən sonra ilk dəfə Berlin metrosunda bu bombadan xilas olunma o aşağıdakı undergroundlar açılıb, yuyulur, təmizlənir ki, bu artıq belə panik bir hal-əhval var idi. Hətta bir dənə Azərbaycanlılardan biri mənə zəng eləyib demişdi ki, sən necə düşünürsən, doğrudan nüvə bombası atacaq bura Putin? Mən də deyirəm, qardaş, bu nə sualdır verirsən zat? Deyir, axı heç kim gözləmirdi ki, bu başlayar. Eləyər, eləsə eləsin. Mən uşaqlarımı, həmin o adam dedi mənə, yaxşı yadımdadır. Uşaqlarımı və həyat yoldaşımı göndərəcəm Azərbaycana. Özüm də oturub gözləyəcəm ki, həyatda görmədiyim bir dənə onu da görüm, o göbələk necə zarafat deyil bu əslində. Sonra apreldən sonra biraz panika da oradan da yatdı. Bazarda biraz, dükkanda biraz cəmaət də o qorxunu yendi sanki. Yəqin sizdə də ona bənzər hadisə oldu. Çünki bizdə hə, 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 bizdə hə. Ukrayna lap Eynən. ağzı idi deyə burada birbaşa qatarlar gəlirdi. Düz demək, Polşanın sərhədində Pşemişl şəhərindən Lvovdan Pşemişla, oradan isə birbaşa Berlinə pulsuz qatarlar fəaliyyət göstərirdi. Dəstə-dəstə Ukraynalı qaçqınlar, əsasən yaşlılar, qocalar, qadınlar, uşaqlar gəlirdilər Berlinə, Hauptbahnhof baş vağzala demək. Orada da onları yerləşdirirdilər. Çox acınacaqlı, ağır bir mənzərə idi. Dəhşətli hadisələr də baş vermişdi bizdə burada. Polis Bəli, sonradan başladı nəzarətə götürməyə. Sən bilsən də bunları, nələr baş bəli, verdi? bəli, bəli. Sizdə də yəqin təlaş, panika, buna bənzər hadisələr oldu da, istənilən halda. Eynən. Bizdə də eyni hadisələr baş verirdi. Bizdə də həmən o azuqə toplanması ilə bağlı deməli məlumatlar, sonra ümummilli xəbərlər belə deyək, bildiriş sistemi Aha, bütün telefonlara SMS gəlir. Hı mütəmadi -hı. indiyə qədər də olur. Bir də görsən telefon başlayır. Özdə o telefon istənilən vəziyyətdə, yəni sönülü də olsa o Hökmən, alarm əlbəttə, işləməlidir. işləyir. Və orada hələ ki test rejimində, yəni yoxlayırlar sistemi mütəmadi olaraq ki, hamıda başlayır belə xüsusi onun belə vahiməli səsi var. Başlayır bütün telefonlar eyni anda başlayır səs salmağa. Burada o nüvə təhlükəsi, bəli, o mənim də yadımdadır. Çünki Rusiya hər cür təhdid eləyirdi. Çıxıb o Solovyovun hələ o nüvə şantajı gözdən düşməmişdi. Hələ ilk dəfə onlar dilə gətirdilər. Hələ bilmirdilər ki, bu
sadəcə blefdir, sadəcə qorxutmaq üçün edilir. Oradan yadında da Kisilov çıxıb deməli nüvə külü söhbətləri eləyirdi. Eləyirdi, London, nə əlbəttə. bilim Amerika barədə. Solovyov çıxıb o barədə danışırdı filan fəsman. Və burada çox ciddi, yəni dürüstlüyə öyrəşmiş, yəni də deyilən bir şeyin həyata keçirilməsinə inanmış Avropalı onu ciddi-ciddi qəbul edirdi, inanırdı. Mənim yadımdadır burada və unutmayaq ki, Skandinaviya artıq belə bir şeyi 80-ci illərdə yaşayırdı, 86-cı ildə Çernobıl faciəsindən sonra onların belə bir təcrübəsi var. O külək Skandinaviya tərəfə gəlmişdi və burada təcili şəkildə yodlaşdırılma proqramına başlanmışdı və onun hesabına bura çox belə də türklər demişkən hafif atlatdı o məqamı. Hmm. Deməli yod mənim yadımdadır ki, mən deməli kalium yodid denən bir maddə var, bir dərman kimi belə mülki müdafiə vasitəsi belə deyək, konsentrasiya yüksək konsentrasiyalı kalium yod preparatıdır. O nüvə partlayışı və yaxud nüvə sızmasıyla ilk 24 saat ərzində onu qəbul eləmək lazımdır. O gedir çünki havada demək radioaktiv maddələrə ən həssas olan üzv şeydir, qalxana bənzər vəzn. Və ona görə də yodlaşdırılmış kalium qəbul eləyəndə xüsusi yüksək konsentrasiyalı bu preparatı qəbul eləyəndə o gedir qalxana bənzər vəzin hüceyrələrini tutur və ora radioaktiv yodun gəlməsinin qarşısını alır. Çünki adətən nüvə partlayışında deməli parçalanma məhsullarının sonrakı mərhələsi yoddur, radioaktiv yoddur. Yod sonra seziuma keçir falan. Və bunun ən çox ziyanı o vurur. Yəni nəfəs yolları ilə insan onu udur və ən əsas da təsir eləyir qalxana bənzər vəzin. Bu deməli kalium yod preparatı ona görə də ilk 24 saat ərzində böyüklü, uşaqlı hamı qəbul eləməlidir. Burada bütün məktəb və bağçalarda onun təminatı baş vermişdi. Yəni hər yer təmin eləmişdilər. Və təbii ki, apteklərdə də böyüklər üçün, məsələn, uşaqlar bağçada və ya məktəbdə idisə, onlar problem deyil, onlara veriləcəkdi. Amma böyüklər gərək xüsusi məntəqələrə gələydi və onun da qarşısını almaq üçün yəni mülki müdafiə tədbirləri çərçivəsində insanlar gedib deməli aptekdən də o yod preparatını alırdı. Kifayət qədər də bahalı idi yer deyəmişəm. Mən yaşadığım şəhər Norveçin 3-cü böyük şəhəridir. Birinci paytaxt olub bura. Yəni böyük, kifayət qədər böyük şəhərdir Norveçə görə. Mən burada bütün aptekləri gəzdim. Yəni Trondheim şəhəri də, tapa hacı, bilmədim. denən də Bəli, Trondheim. Trondheim. Trondheim şəhərində bir aptekdə mən o preparatı tapa bilmədim. Yəni hamı yəni alınmışdı, yox idi. Yəni o elə bir ajotaj yaşanırdı. Hamı almışdı, hamı Ajiyotaj yaşanmışdı əlbəttə, bizdə də. çox ciddi belə bir panika deməyim, amma ona oxşar, yəni Skandinaviyada panika da çox sakit olur. Amma çox belə belə bir həyəcan bir ab-havası gəzirdi. Heç kim bilmirdi bunun axırı nə olacaq. Bu nə deməkdir, niyə görə başladı? Və təbii ki, qorxular çox ciddi idi. Norveç, 5 milyonluq Norveç Rusiyanın qarşısında hətta belə dəyərləndirmələr hərbiçilər tərəfindən bildirilirdi ki, artıq ehtimallar qurulurdu ki, əgər Rusiya hücum eləsə 3 günə yəqin ki, Osloya çatacaq. Yəni söhbət bunun ətrafında 3 günəmi çatacaq, yoxsa 4 günəmi, məsələn, 1 həftəyəmi filan belə söhbətlər gəzirdi. Amma təbii ki, Norveç də bacardığı hər şeyi eləmişdi özünü qorumaq üçün. Və təbii ki, deyə bilmərəm ki, bu işə yaradı, amma sonuçda orada elə də uğurlu getmədi işlər, Rusiyanın işləri. Amma təbii ki, indi bu baş vermiş hadisənin nəticələrinə gəlsək, çox ciddi nəticələri oldu və bu nəticələr hələ də formalaşmaqdadır. Çünki bu həm də
mən belə deyərdim ki, artıq başlamış e, mənəvi, fəlsəfi krizisin bir davamı oldu. Çünki onsuz da artıq 2000-ci illərin ikinci dekadasına yaxınlaşan ərəfədə artıq bir mənəvi krizis yaşanırdı, hiss olunurdu. Bu e, ifrat solun e, bu kültür marksizmin gətirdiyi e, belə hər şeyin dəyərsizləşməsi, ifrat postmodernin artıq kulminasiya nöqtəsinə çatması və tamamilə iflasa uğraması göz qabağında idi. Və bu məqamda bu krizisin də baş verməsi elə bil ki, bu prosesin çöküşünü sürətləndirdi belə demək olar. Sürətləndirdi və ondan sonra çünki xatırlayırsınızsa Trump'ın ilk kadensiyası bu ikinci Ukrayna müharibəsindən əvvəl baş vermişdi. Yo, aydındır. Hacı, Trump'ın burada bir sualım ilk olacaq gəlişi sənə. də onun həmən o mənəvi çöküşün göstəricisiydi. Biz onu başa Hacı, düşmürdük sadəcə. Hacı, burada bir sualım olacaq. Yo, Amerikanı biraz kənara qoyaq. Aydındır, Amerika dominantlıq təşkil edir bu köhnə kontinentdə 45-dən sonra. Bizdə burada Almaniyada bu sən demişkən bax bu böyük dərin böhranın, krizisin, mənəvi krizisin dərin səbəbləri var. Bu aydındır da, iki dünya müharibəsi, iki dəfə ard-arda məğlubiyyət, bunun mənəvi demək bu demək belə deyim də daxili mənəvi bir dəyərlərin sınması, konservativ dəyərlərə qarşı belə bir dərin bir müharibə elan olunur 45-dən sonra. Çünki hesab olunur ki, bu maskulin dəyərlər falan, konservatizm, bütün də incəsənətdən tutmuş həyata qədər, məişətdən tutmuş siyasətə qədər hamısı nasional sosializmin ehkamı elan olunur və zibilliyə belə deyək də, tarixin zibilliyinə atılır. Və bu zaman-zaman özünü göstərir. Günah kompleksində, başqa komplekslərdə yerlə yeksan edilmiş bir ölkənin, sonra da müstəmləkəyə çevrilmiş Almaniyanın Marshall planı nəticəsində sırf iqtisadi mənada dirçəlməsi yalnız o demək deyil ki, mənəvi mənada da dirçəlib. Burada yaşayanlar, bunu dərin bu kültürə enənlər, dərin qatlarını anlayırlar başa. Amma Skandinaviyada niyə belə oldu? Axı orada elə bil müharibə də olmamışdı uzun illər. Düzdür, Norveçdə olub müharibə, amma qələbə ilə bitib, Quislingi öldürdülər, güllələdilər, nə bilim, başqa kollaborasionistləri mühakimə elədilər. Başqa dövlətlərdə ümumiyyətlə çox yüngül keçdi. İsveç qarışmadı müharibəyə. Danimarkada demək olar ki, belə çox yüngül addadı. Yahudi qətliamına da imkan vermədi kral. Sizdə bu dərin o böhranın onun səbəbi nə idi bəs? Almaniya aydındır da, kontinent. Fransa da aydındır. 68-ci il orada baş verən o dəhşətlər, inqilab, qadağan etmək qadağandır şüarı, bax belə. Sizdə necə oldu? Biraz bunu izah eləyə bilərsənmi? Mən deməzdim ki, burada çox belə dərin böhran yaşanıb. Yəni ümumi e, böhran fonunda əlbəttə ki, bu Skandinaviyaya da sirayət edib. 2008 E, böhranı, finans böhranı, iqtisadi böhran o mənada yoxsa? Yox, yox, yox. Mən məhz həm kültürel, həm də Hı bu hı. müharibə ilə bağlı olan təhlükəsizlik böhranını nəzərdə tuturam. Ha, Amma 2022-dən sonra. Aha. 2022-dən sonra. Hı E, hı. Bu yəni burada mən yəni məsələn Almaniyadakı və yaxud Polşadakı kimi hətta Fransadakı kimi də deyə bilərik. Əlbəttə, İtaliyadakı Dərin kimi. Əlbəttə. İtaliya hə, əlbəttə. E, Neorealizm kinoda belə bir cərəyan yarandı post müharibə dövründə, yəni. Bəli, Əlbəttə. yəni belə dərin burada e, reaksiyalar olmadı. Amma Skandinaviya öz-özlüyündə həmişə belə ortada olan, mərkəzdə olan, buranın sağçısı da e, o qədər də sağçı deyil, solçusu da o qədər də solçu deyil. Və marginal qruplar burada heç vaxt rəğbət qazanmayıb. Amma əlbəttə ki, ümumi fonda, ümumi Avropada baş verən, kontinentdə baş verən hadisələr burada sirayət eləmişdi və özünə görə burada da
hansısa bir refleksiyalar oldu, Hı hı. əlbəttə ki. Hı Amma hı. deməzdim ki, bu belə lap dərin. Çünki mərkəz bura deyil. Bura həmişəki kimi bura kənardır, bura periferiyadır, amma eyni zamanda öz mentaliteti olan periferiyadır. Öz Əlbəttə. burada o Kalmar Uniyası da bu indiyə qədər də işləyir, düzdür. Bu formal olaraq olmasa da, məsələn, Benelux kimi Kalmar Uniyası hələ də məsələn Skandinaviya ölkələrinin arasında özlərinin anlaşmaları var, özlərinin sadələşdirilmiş qaydaları var. Xüsusən də bu belə deyək də İsveç dilli ölkələrə aiddir. İsveç, Norveç, Danimarka. Bunlar yəni bu kontekstdə belə orta, qızıl ortanı həmişə tutub gedən belə bir regiondur. Amma eyni zamanda da həmişə liberal dəyərlər qoruyucusu və sərt qoruyucusu olub. Yəni unutmayaq ki, məsələn, reformasiyada ilk burada təmərküzləşdi, oturuşdu və e, Almaniyada onun yəni oturuşması üçün qanlı müharibələr gedən vaxt şimalda Skandinaviyada bu artıq oturuşmuşdu. Artıq bu dəyərlər öz yerini tutmuşdu və müəyyən mənada hətta Almaniyada buradan təsir eləyirdi. Şimal Kürfürstlər, Almaniyada şimal Əlbəttə. torpaqların Kürfürstləri ilk növbədə keçmişdi bu, qəbul eləmişdi bu luteranlığı. Və sonra da sol dəyərlər də sosializm filan da dəyər olaraq burada daha dərin elə bil sirayət elədi cəmiyyətə, siyasətə və buradan elə bil ki, sonradan Mərkəzi Avropaya şüalandı da, belə deyək. Yəni bu məsələ sakit, burada hər şey sakit baş verir, amma əsaslı baş verir. Əsaslı, davamlı, uzun müddətli, belə demək mümkünsə. Yəni burada sərt keçişlər, sərt döngələr filan olmur. Yavaş gedir proses, amma oturuşandan sonra da davamlı olur. Davamlı olur və diktə edici olur. Çünki o rifah, sonuçta rifah yüksəlir, iqtisadiyyat inkişaf eləyir və bu cəlbedici olmağa başlayır. Digər ölkələr də, məsələn, Mərkəzi Avropa ölkələri baxır ki, hə, biz də artıq özümüzə elə bir lüksu icazə verə bilərik. Rifah dövləti Yox, olsun böyük və bir fəlsəfə çıxdı bundan. Bu şimalın böyük bir təcrübəsilə Weberin hətta o lüteranlıq və kapitalizm əsəri peyda olduğu məşhur da ona aid bəli, olan. Mansfield. Bu böyük bir təcrübə idi. Amma indi nə baş verir də? Məsələn, bizdə, yəni Almaniyada, mərkəzi kontinentdə belə deyək, ilk növbədə qiymətlər qalxdı, özünü belə göstərdi. Sonra biraz infrastruktur problemləri qabarıq şəkildə başladı özünü göstərməyə. Nə bilim, Deutsche Bahn haqqında oxumusunuz yəqin. Müxtəlif, bu da aydındır, krizis baş verməyə var. Yəni krizisdir də, yəni bunun başqa adı yoxdur. Sizdə amma mən yadımdadır, bir-iki dəfə səfər eləmişdim müxtəlif ölkələrinə, Skandinaviyanın. Oradakı qiymətləri ancaq İsveç ilə müqayisə eləmək olurdu. Dünya Bankının mərkəzi ofisi ilə. Belədir, elə də var. Sizdə daha da qalxıb yəqin bütün bunlar da o zaman. Biraz təsir eləyib də bu krizis hər halda. Bəli, bəli. Onda bizdə də güclü inflyasiya getdi. Yalnız bu il bir balaca deflyasiya baş verib. Bundan qabaq ancaq artırdı. Qiymətlər artı, xüsusən də 22-ci ildə o kriz başlayan vaxtda əlbəttə yaz Deflyasiya baş aylarında. verib sizdə. Hacı, nə Hə, maraqlı. bizdə bu il bir Həqiqətən. balaca ucuzlaşma baş verdi. İlk dəfə rentalarda düşdü. Rentalar dəhşət ev rentaları, faizləri yüksəlmişdi. Bu il orada da biraz eniş baş verdi. Artıq yavaş-yavaş belə də uyğunlaşır. Avropa özü də uyğunlaşır. O 22-ci ildə olan şok effekti artıq keçib. Artıq o böhran mərhələsi keçib. Artıq nüvə təhlükəsi də o qədər yüksək deyil. Sonra müharibənin də sonu yuxarı-aşağı artıq bəllidir. Ən pis halda belə bu yenə də Ukraynanın tam ilhaqı ilə bitməyəcək. Hamı artıq söhbət ümumi belə bir
təhlükəsizlik sisteminin yaradılmasından gedir. Çünki sanki bu cinin canının olduğu şüşə tapılıb. Yəni belə bir düşüncə var ki, effektiv dron müdafiəsi təmin olunarsa, artıq yer üzərinə, yəni demək, torpaq əməliyyatlarının qarşısı alına bilər. Və ona görə də artıq dron deməli divarı proyekti gündəmə gəlib və bunun üzərində çox ciddi şəkildə iş gedir. 2027-ci ilin sonuna qədər bu bitirilməlidir. Bu sanki bir çıxış yolu kimi görünür Avropada. Yəni canımız qurtardı. Minimal insan tələfatı. Yəni burada Hacı, bəs əsas odur. sizdə militarizasiya baş veribmi? Məsələn, bizdə Bundeswehrə belə deyək də, yenidən çağırış başlayıb, hər yerdə reklamlar görə bilərsiniz. Tramvayların üstündə, avtobusun, küçədə şüarlar, yəni hətta hər yerdə belə bir lozunq var idi ki, bu sadəcə das ist kein Job, das ist eine Mission. Yəni bu iş deyil, bu missiyadır da, bu yəni belə bir çağırış var. Sizdə də mi başlayıb bu militarizasiya? Çünki əvvəl Burada da antimilitarist, var. yəni Burada da var, amma burada heç kim hərbi qələbəyə belə ümid bağlamır. Burada hamısı söhbət ancaq ümumi koalisiya tərkibində hı hı. müqavimətdən gedir. Yəni koalisiyadır ümid. Yəni ümid NATO-yadır. 5 milyonluq Norveç neyniyə bilər Rusiya qarşısında? Hamı bunu çox gözəl başa düşür. Təbii ki, Finlandiya ilə İsveçin alyansa qəbulu da çox böyük xoş xəbər oldu Norveç üçün. Sanki Hı hı. bu sağ flanqı elə bil ki qoruma çətri altına düşdü. Amma təbii ki, militarizasiya ilə çox böyük problemlər var. Mən əminəm ki, eyni şey bir dəfə yox, 1000 elə reklam olsun. Mən böyük növbələr gözləmirəm Bundeswehrin məntəqələri Yo, qarşısında. elə bir şey zad Almaniyada. yoxdur. Hə, Əsasən elə türklər bir şey yox. gedənlər haqqında mənə danışmışdılar ki, gələn yoxdur. Türklər özləri də deyirdi ki, sırf maddi marağa görə yazılırlar. Yəni bu uzun illər antimilitarist, belə deyək də, ritorika idi. Yəni ki, aydındır, Almaniyanın tarixinə baxanda elə ən doğru yol o idi də, nə edə bilərdilər ki? Amma belə deyək də, bu qeyri-adi bir vəziyyət yaranıb. Ona görə bu vəziyyətdən çıxış yolu kimi fikirləşirlər ki, neynəsinlər. Əslində çıxış yolu belə birmənalı çıxış yolu görünmür də. Çünki 80 illik stabillikdən sonra sən bütün bu sistemi yenidən dəyişdirib sosial rifah sistemini tamam inkar edən başqa bir yollara əl atasan çətindir. Yəni bu mənada doğrudan da böhran var. Krizis də əsas ideya krizisidir. Bax, Bəli, bəli. səmimi deyim Bu onu ki, əsnada Avropanın yeganə ümidi əslində belə də ön 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 cəbhəsi olaraq Polşa nəzərdə tutulurdu. Polşa Amma başqa şeydir. Polşa Şərqi Avropadır, hə, əlbəttə. amma son dron krizisi göstərdi ki, Polşada bəlkə də göründüyü kimi o qədər də ümid bəsləniləcək ölkə deyil, cəmiyyət deyil. Çünki onların da Polşanın cavabı bir Türkiyə cavabı kimi olmadı sonuçta, düzdür? Hətta bu barədə söhbətlər də getməyə başladı. Ki, yəni bunu niyə Türkiyə bunu eləyə bildi? Özdəki xatırlayaq ki, Türkiyə dron filan vurmamışdı. Türkiyə təyyarə vurmuşdu. Hərbi uçaq vurmuşdu və orada pilot da həlak olmuşdu da, səhv eləmirəmsə, Orada düzdür? da baş verən hadisəni hakimiyyət daxilindəki problemlərlə, FETÖ ilə əlaqələndirdilər, qısaca deyək. Amma Polşada Sonuçta bunu çox şeylə əlaqələndirmək olar, amma bu birmənalı olaraq Türkiyənin sərt cavabı kimi İstənilən qəbul halda olunur. o proksi müharibə idi də, yəni belə deyək, Suriyada baş verən hadisələrdə insident idi, amma Polşanın düz burnunun ucunda dördüncü ildir şiddətli bir müharibə, dünya müharibəsi gedir. Yəni özünə adekvat cavab verən hakimiyyət, cəmiyyət, iqtidar, bütün adamlar başa düşür ki, bu zarafat deyil də. Yəni 4 il sən düz gözünün qabağında baş verir hər şey. Və Polşa böyük ölkələrin siyasətinə, kamuoyuna, yəni qurban vermək istəmir özünü. Aydındır, anlaşılandı. Anlaşılandı da. Qonşunun
Gör, İstənilən başı var. halda, çünki mən bunu nəyə görə deyirəm? Mən bunu ona görə deyirəm ki, Polşa müharibənin ilk dönəmin biraz səngiyəndən sonra ilk dönəmdə tamam başqa idi reaksiya. Tam Ukraynaya dəstək var idi. İlk dönemde Xatırlayırsınız. hamı da başkaydı da hacı. Hamı. Bəli. Hiç kim bunu Yox, yox, gözləmirdi. mən bir dənə məqama diqqət çəkmək istəyirəm. Polşa özünü sonra tamamilə başqa cür aparmağa başladı. İlk aşamada, ilk müharibə başlayanda bütün tamamilə dəstəklədi. Hətta qaçqınların da böyük hissəsi Polşaya gedirdi. Çünki orada dil Tabii başkaları gidecek. oxşarlığı, mədəniyyət oxşarlığı filan fəsman və hamıya qucaq açırdı Polşa, sərt mövqe qoymuşdu filan zət. Amma yavaş-yavaş bu mövqe dəyişməyə başladı. Bunun ön planında biz güya iqtisadi məsələləri görürdük. Güya kənd təsərrüfatına görə, nə bilim, orada O da var, o fermerlər da var. Tabii ki eləyir. o da Amma var. məsələ təkcə o deyildi. Məsələ Elbette. həm də o idi ki, bir hərbi rəqabət də yaranmışdı Ukrayna ilə Polşa arasında. Çünki iki konsepsiya var idi. Ya biz Ukraynanı hərbi baxımdan gücləndirməliyik, əsas qala olaraq, ya da Polşanı. Və Elbette. Polşa bu rəqabətdə özünün güclənməsini istəyirdi ki, sabahları bir şey olsa mən duracağam. Yəni mən birincisi mən Avropa ölkəsiyəm. Mən NATO ölkəsiyəm və NATOya mən belə baxanda rüsum ödəyirəm və az da Elbette. ödəmirəm. Böyük rüsum ödəyirəm. Sabahlar mənə qarşı təhdid olsa, mən istənilən halda ona müqavimət göstərməliyəm və Ukraynaya verəcəyinizi mənə verin, məni gücləndirin. Mən duracağam onun qabağında. Ukrayna isə nə Avropa Birliyi ölkəsidir, nə NATO ölkəsidir. Hələ bilinmir o verilən pullar, paralar hara gedir, o verilən silahlar hara gedir. Çünki belə bir fərziyyələr də var idi ki, o silahların da heç də hamısı yəni təyinatı üzrə istifadə olunmur, Elbette. satılır, verilir filan. Orada çox belə qaranlıq məqamlar var idi və Polşa da bundan istifadə edərək öz mövqeyini gücləndirirdi. Amma bu son dron məsələsi o məsələdə də biraz belə tərəddüdlərə səbəb oldu. İndi Elbette. hələlik Elbette. ki, qəbul olunan məsələ odur ki, yox, Ukraynanı tək qoymaq olmaz. Sonuçta Ukrayna aktiv mübarizə aparan Ukraynadır və əlbəttə ki, Ukrayna Avropanın ön xətti kimi qəbul olunur və Rusiyanı orada saxlamağın kritik vacibliyi hamı tərəfindən birmənalı şəkildə qəbul olunur. Çünki heç kim Avropa öz hərbi gücünə ilk növbədə əlbəttə ki, insani gücdən söhbət gedir. Çünki texnologiya, silah, onlar hamısı düzələn şeydir və Avropanın imkanları o baxımdan daha çoxdur. İlk növbədə insani Elbette. gücdən söhbət Biz bu gedir. İnanın. söhbətləri davam etdirəcəyik. Böyük bir mövzudur. Gələn müzakirəmizdə